Aleyküm, hər vaxtınız xeyir olsun inşallah. Bu il Saray qəsəbəsində 3 otaqlı evin qiymətinə bir dənə 4 otaq, paket qutca. Fərdi yaşayış, aldın düşdün qeydiyyata, 8 daş kürsü. Ümumi olaraq həyət gördüyünüz kimi tam remontdur. 1.6 sotun içərisində yerləşir. Evin kombisi var, padvalına giriş. Yəni evin yanından da dövr eləmək olur başına. Mərkəzi kanalizasiya sistemi var. Dəyərli izləyicilər, nəzərinizə çatdırım ki, 522-30-40 metr reyindən keçir evin. Pilosdakı 10 nömrə marşrutada yaxındır. Sarayda oba üzümlüyü içərisindədir. Sual verirsiniz ki, saraylarda da oba üzümlükdədir. Yəni, əsas yolla buradan marşrutda işləyir. Dəyərli izləyicilər, evimizin həyətində də burada bulanla tikmək istəsəz, hər bir şəraitə uyğundur. Gəl bir dənə inşallah, keçər bir dənə evimizə. Deməli, dəyərli izləyicilər, yenə də deyirəm, təcili satılır. Belə deyək də, əlim yanında. Sarayda 4 otaq bu qiymətə yoxdur. Axtarmağa da dəyməz. Gördüyünüz kimi, evimizin koridor hissəsidir. Və bu ev 2 il bundan, il yarımından qabaq remont olunur. Sanki girsəz evə bu dəqiqə remont olmuş kimidir. Mərkəzi kanalizasiya sistemidir. Bütün kommunalları, hər bir şey öz qaydasında, hətta bu dəqiqədə içərisində ailə yaşayır. Qiymət 69.500. Real alıcı zəng vursun, mən yox. Sahibi bu dəqiqə məni çəkir. Gəlib sahibini öz ətraflı danışacaq. Gəl inşallah qalır. Deməli, dəyərli izləyicilər, elə bir ki, gəlirsiniz sarayda 70-75 minə, 65 minə bir dənə otaq alırsınız. Baxın, evimiz tam full təmirlə, hal-hazırda evimizin qonaq otağıdır. Bax, bir dənə tam olaraq hər çək, bir dənə görsünlər. Dəyərli izləyicilər, evimizdə indi mətbəxi sonunda çəkib göstərəcəm. Gəl bir yanımda. Baxın, evimizin bir dənə yataq otağıdır. 4 otaqdan ibarətdir. Tam təmirlidir, dəyərli izləyicilər. Tam təmirlidir. Gəl oynamış. Dəyərli izləyicilər, evimizin spalni yataq otağı çox genişdir, yəni çox da böyükdür. Yəni, ürəyiniz istədiyi kimi. Yəni, real gəlsəz, hər şey telefonda göründüyü kimi deyil, dəyərli izləyicilər. Real gələndə görürsünüz ki, ton fərqli, bəlkə də telefonda... Gəl. Dəyərli izləyicilər, evimizin növbəti bir otağıdır. Gördüyünüz kimi. Zəhmət olmasa keç, mən mətbəxi də göstərəyim. Dəyərli izləyicilər, bu da evimizin mətbəxidir. Çiçək kimi. Şəbəkə pəncərələridir, həyətinə baxır, gördüyünüz kimi. Evimizin radiator sistemin alan adam özü alıb qoyacaq. Kombisi var. Kombidə heç bir ayda öyle alınıb.